Bugün mətbəximdə yaşıllıqdan ibarət çox dadlı bir yaz yeməyi hazırladım. Mən rəhmətlik anamın üsulu ilə hazırladım. Siz necə hazırlayırsınızsa mütləq şərhlərdə yazarsınız. Bu yeməkdə ən bol ispanaq olmalıdır. İspanaqları xırda-xırda doğradım. Biraz da yumru düyü əlavə etdim. Üzərinə su əlavə edib düyü yumşalana qədər bişirdim. Ayrıca bir tavanın içərisində də soğanları kər yağında qovururam. Soğanlar qızıl rəng alanda üzərinə doğranmış yaşıl soğan da əlavə edirəm. Yaşıl soğanla birlikdə də çox az 3-4 dəqiqə qovurub ocaqdan götürürəm. Tərənin düyüsü yumşaldıqda üzərinə bir sap doğranmış təzə yaşıl sarımsaq, keşniş, şüyüd, duzun, qara istiotun, biraz da alça turşusu əlavə edirəm. Hardasa bir 7-8 ədəd alça turşusu əlavə etdim və üzərinə də qovurduğum bu qəşəng kər yağlı soğançanı əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram və qapağını üzərinə yerləşdirib vam atəşdə bir hardasa 10 dəqiqə müddətində də bişirirəm ki, həm turşular yumşalsın, həm də keşniş, şüyüd, yaşıl sarımsaq bunlar da bişsin. Hamısı bişəndən sonra artıq suyu çəkildikdən sonra yumurta götürürük, üzərinə duz əlavə edib yaxşı-yaxşı qarışdırıb tərənin üzərinə əlavə edirəm və yumurtanı tərəyə əlavə edərkən mütləq tez-tez qarışdırmaq lazımdır ki, yumurta bir tərəfində toparlanıb qalmasın. Qapağını üzərinə yerləşdirib bir 5 dəqiqə gözlədirik və budur, tərəmiz hazırdır. Bol vitaminli əsl yaz yeməyidir. Bu yeməyi həm qaynar, həm də soyuq halda süfrəyə verə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun, hələlik.